Salam dostlar, hoş gördük hər birinizi. Dostlar, yine bir 20 gündən artıqdır video çəkmirəm. Açığını desəm mövzu tapanmayadım çəkməyə. Bu inkubatorun nətər hazırladığımın videosu var YouTube'da. Axırıncı videolarımdan biri odur. 20 dənə yumurta qoymuşdum buna. Hadisə 22-ci gündür bugün. 22 gündür 20 dənə yumurta qoymuşdum. Onun sonradan yoxladım. 8'i boş çıxdı. Onları tulladım. 12 yumurta ilə davam elədim. 12 yumurtanın da ikisi yenə şübhəlidir. Birinə isə inkubatordan alınmadı ikimiz. İkisi yenə şübhəlidir. Qalır 10 yumurta. 10 yumurtadan da dünən çıxmalıydılar əslində qanunla. 21-ci günüydü dünən axşam. Baxdım heç nə yoxdur. Bu sabah qalxdım. Yumurtaların bəzilərində çatlama var idi. Bir üçündə, dördündə belə. Günorta baxdım ki, cücənin biri çıxıb inkubatorun içində gəzir. İndi də baxıram 3 dənə cücə çıxıb. İndi inkubatorun içinə ışığı yansın, pisa göstərəcəm. Hələ buradan göstəreyim akuşkadan. Işığını yandırayım onu. Dörd dənədirlər, elə bilirəm 3'dür. Bir də əlbət sonradan çıxıb. Çıxanların qabıqlarını bir tərəfə təmizləyək. Bunların əllərini, ayaqlarını dolaşmasın. İndi baxaq görək 4 dənə cücədir. Baxaq görək indi bir burada yarıb görürsünüz, çıxacaq birazdan bu. Bu nədir? Bunda heç nə yoxdur hələ. Burada hələ çatlama yoxdur. Yəqin ki, bunlar da gecə çıxarlar. Dostlar, o çıxacaq dediyim cücə də çıxdı. Baxın, budur. İndiyə çıxdı mutlasından. Bu parmağım da şeylə ağac kəsən motoruna yaralamışam. Büyün elə belə cızılıbdır. Neyse dostlar, hələlik 5 dənə cücəmiz var. 5 dənə də mutlamız doludur gene. Bu ikisi de sağal altındadır. Görək bunlardan əmələ gələcək mi, gəlməyəcək mi? Gözləyəcək bunlarda. Amma bu 5'i də gecə çıxmalıdırlar. Videomuza sabah qaldığımız yerdən devam edəcəyik. Dostlar, bugün inkubasiyanın 23-cü günüdür. Qaldığımız yerdən videomuza devam edirik. Dünən axşam 5 dənə cücəmiz çıxmışdı. 3'ü də bugün çıxıb 8 oldular. Bu 4 dənə yumurta qaldı hələ. İnkubator ışığı yandı. Bu 4 dənə yumurta hələ qaldı. Hələ bunlarda nə çatlama yoxdur. İkisində inkişaf hələ yeni gedir. Çox gec inkişaf ediblər. Bu cücə də təzə çıxıbdır bugün. Hələ tam əlləri ayaqlanmayıb. Bunun da bir ayağı baxın düzəlir, yeriyəndə gene əyilir.
Qalanlarında problem yoxdur. Amma yerişində də elə o qədər. Sadəcə ayağını çəkir də yeriyəndə. Yatanda altına düz yığır ayağını. Bu 4 dənə mutta qaldı. Görək bunlar nə vaxta çıxıyıq, gözləyərik. Onsuz da inkubator işləyir. Gözləyək görək. Nə vaxta qədər çıxar. Dostlar, mənim bir dənə səhvim oldu ki, inkubasiyada. Mutdaları çox gec çörürdüm. Geyə heç çörmürdüm o üzünə bu üzünə. Günüzdə nə bilim, gündə 2 dəfə, 3 dəfə çörürdüm. Onun üçün mutdaların yarısı çıxmadı. Qalanı da onun üçün gec çıxır o 4 dənə. Bunları vaxtında çörsəm bəlkə də tez mayalanardı, bəlkə də tez vaxtında çıxardı. Bir gün, 2 gün belə gecikməklə çıxmazdı. Bugün 23-cü gündür, bugün hamısı qurtarmalıydı. Amma 4 dənə mutlamız qalıb. Neyse belə dostlar, bu videomuzda belə oldu. Salamat qalın. Gələn videoda görüşərik.